Bərdə rayonunda suvarmanı mütəşəkkil aparmaq üçün Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Bərdə su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən meliorativ tədbirlər uğurla davam edir. Belə ki, yeni suvarma mövsümünə hazırlıq məqsədi ilə suvarma kanalları, texnikalar və əl ilə əlildən təmizlənir. Hidrotexniki qurğular təmir olunur. Bərdə su meliorasiya sistemləri istismarı idarəsi 2025-ci ilin istismar tədbirlər planına əsasən 55 ədəd hidrotexniki qurğu, 8 ədəd mülki istehsalat binası, 4 kilometr istismar yolu, 1.2 kilometr latop kanal, 6.1 kilometr beton kanal, 7 ədəd nasos stansiya, 723 ədəd subartisan quyusu cari təmir olunmuşdur. Əl ildən təmizləmə, həmçinin əllə kol-kosdan təmizləmə işləri aparılmış. Həmçinin 405 kilometr suvarma kanalı, 210 kilometr kollektor dönənəç şəbəkəsi lil və çöküntüdən təmizlənmişdir. Bərdədə aparılan kompleks meliorativ tədbirlər fermerlərə imkan yaradır ki, hər il əkin apardıqları sahələrdən bol məhsul əldə edə bilsinlər. Fermerlər ötən ildə olduğu kimi bu ildə məhsuldarlığın yüksək olacağını düşünürlər. Suyumuz da vaxtında həm subartisan vasitəsilə, həm su kanal idarəsinin vasitəsilə suvarma işlərimiz daimi öz qaydasında gedir. Çalışacağıq ki, 2025-də olduğu kimi 26-cı illərdə də məhsuldarlığımız yüksək olsun. Bərdə su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən Bərdə rayonunda əkin sahələrinin suvarılması, çaylarda selə qarşı mübarizə tədbirləri ilə yanaşı əhalinin içməli suya olan tələbatı da ödənilir. Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təminatı üçün bir sıra tədbirlər həyata keçirilir. İçməli su təminatında fasilələrin yaranmaması üçün su xətlərində baş verən qəzalar operativ olaraq aradan qaldırılır. 2025-ci il ərzində rayonun Güloğullar kəndi ərazisində 712 təsərrüfat, 3176 nəfər əhalinin suya əl çatanlığını içməli suya əl çatanlığını təmin etmək məqsədi ilə 1530 metr içməli su xətti çəkilmiş, 10 ədəd ictimai bulaq quraşdırılmışdır. Hal-hazırda da bulaq şəbəkəsinin genişləndirilməsi işləri davam elətdirilir. 1600 metr su xəttinin çəkilməsi və 6 ədəd əlavə bulağın quraşdırılması nəzərdə tutulur. Qeyd edək ki, Bərdə su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən bu il istismar tədbirlər planına əsasən yaz tarla işlərinə hazırlıq məqsədi ilə ərazidə lildən təmizləmə, cari təmir işləri, nasos stansiyalarda və subartizian quyularında sazlama və yeni avadanlıqların quraşdırma işləri davam etdirilir.